Quran Məryəm surəsi ayə 59. Sonra bunların ardından namazı qılmayan və nəfslərinə tabe olan bir nəsil gəldi. Bunlar əlbəttə cəhənnəm çuxuruna atılacaqlar. Ayətin təfsir anlayışı. O zamanki peyğəmbərlərdən sonra elə bir nəsil gəldi ki, namazı buraxdılar. Tamamen Allaha qulluq itirdilər və arzuların arxasıca düşdülər. Bu arzular insanlara haram yedirdi, haram geydirdi. Hər nə pislik varsa onu insan etdi. Hər günah işlətdi. Lakin bir istisna var. Kim dönərsə, tövbə edərsə və iman edərsə, yaxşı əməl edərsə, işte onlar cənnətə girərlər. Onlar zərrə qədər zülmə uğramazlar. Məryəm surəsi ayə 60. Allah Teala buyurar: ancaq tövbə edib, inanıb, yararlı işlər edənlərdən başqa bunlar cənnətə girəcəklər və heç bir haqsızlığa da düşməyəcəklər.